Bəzi əsərlərdə qeyd olunur ki, Uca Allah peyğəmbərlərindən birinə belə vəhy etmişdir. Mən qövmünün xeyirlərindən 40 min, ən şərlərindən 60 min nəfəri həlak edəcəyəm. O da ey Rəbbim, bunlar pislərdir, bəs yaxşılar nə üçün? Allah buyurdu, onlar mənim qəzəb etdiklərimə qəzəblənmir, pislərlə birlikdə yeyib içirlər. Əbu İmrandan rəvat edilir ki, Uca Allah bir mələyi, bir qəsəbəni əhalisi ilə birlikdə həlak etmək üçün göndərdi. Mələk o qəsəbədə, məsciddə bir namaz qılan gördü və ey Rəbbim, bu qəsəbədə sənin namaz qılan bir qulun vardır dedi. Uca Allah buyurdu, ilk öncə ondan başlayın, o qəsəbəni də məhv edin. Çünki onun üzü mənim rizam üçün bir dəfə də qızmamışdır. Rəvat edilir ki, Davud Peyğəmbər xəta etdikdə, ey Rəbbim, məni bağışla dedi. Uca Allah buyurdu, səni bağışladım, o xətanın ayıbını da İsrail oğullarına yüklədim. Davud aleyhissalam dedi, ey Rəbbim, sən heç kimsəyə zülm etməyən, adil bir hakimsən, bu necə ola bilər? Allah buyurdu ki, sən xəta etdikdə, onlar bu xətanı düzəltmədilər. Peyğəmbərimiz sallallahu aleyhi və səlləm demişdir, elə bir zaman gələcək ki, müminin qəlbi duzun suda əridiyi kimi əriyəcəkdir. Soruşdular, nə üçün belə olacaq? Ey Allahın elçisi, Peyğəmbərimiz dedi, pisliyi görüb, onu düzəltmədiklərinə görə, başqa hədisdə buyurulur ki, sizdən biriniz günah edildiyini gördükdə bunu əli ilə düzəltsin, bacarmasa dili ilə düzəltsin, bunu da bacarmasa qəlbi ilə buna nifrət etsin. Bu da imanın ən zəifidir.